Birlikdə keçid etmək istərdim webinarla bağlı ki, bizdə bundan öncə QA ilə bağlı da bir webinar oldu. Hansı ki, bizə müraciət edənlər çox olur ki, məsələn, xüsusən də ilkin başlayanlar Java üzrə necə, haradan başlaya bilərik, xüsusən də iş imkanları ilə bağlı, yerli, həm də xarici bazarda iş imkanları nə dərəcədədir, maaşlar necədir. Bununla bağlı çalışacağıq ki, webinarda sizin bütün suallarınızı sözü vermək istərdim İmran müəllimə və İlnur müəllimə. Nə sualınız olarsa qeyd edə bilərsiniz chat hissədən və yaxud da əlinizi qaldırmaqla müəllimlərə ünvanlaya bilərsiniz. Buyurun müəllim. Salamlar, deməli, öncəliklə mən özümü təqdim edeyim. Mən Elnur Xəlilov, 10 ilə yaxındır ki, artıq bu sahədə çalışıram və fərqli banklarda çalışmışam. VTB Bankda, Paşa Bankda, indi hal-hazırda Kapital Bankda texnik olaraq çalışıram. Belə özüm haqqında məlumatları verdim. Siz İmran bəy sizdən dinləyin. Hər vaxtınız xeyir. Mən İmran Rəsulzadə, hal-hazırda ildən artıqdır ki, bu sahədə çalışıram. Azərkartda hal-hazırda çalışıram. Bundan əvvəl də Binnetlə Bankda, Turan Bank, Bank of Bakı banklarda çalışmışam. Bugünkü mövzumuz, webinarımız əsasən Java developerlar üçün yerli və qlobal bazarda iş imkanları, karyer inkişafı və bu sahə yeni başlayanların qarşılaşdığı reallıqlardır. Hansı ki, son illərdə biraz proqramlaşdırmaya trend kimi baxılırdı, amma əslində trend deyil. Necə deyək, çox güclü, uzun müddətli bir karyera yoludur, karyera seçimidir. Xüsusilə də Java kimi enterprise səviyyəli texnologiyalar hal-hazırda Azərbaycanda elə banklarda, fintechlərdə və yaxud da başqa böyük korporativ sistemlərdə əsas təşkil edir. Bugün əsas suallar bu yöndəndir ki, hansı ki Java development'a hardan başlamaq lazımdır, juniorlar olaraq necə iş tapmaq realdır, şirkətlər bizdə nə axtarır, remote işləmək mümkündür və s. kimi suallar. Bir də təbii ki, yəqin ki, AI ilə bağlı suallar var. AI bizə necə təsir göstərəcək? Belə, bugün bunların əsas cavablarını sizdən, sizin təcrübənizdən, sizin baxış bucağınızdan alacaq. Siz sözünüzə verim, istəyirsiniz, davam edək. Okay. Deməli, gəlin bir prezentasiya üzərindən başlayaq. Bizim ümumi İmran müəllim dediyim kimi də bu günləri əsas mövzumuz karyeranın Java backend developer olaraq karyeramızı necə qura bilərik yerli və xarici bazarda. Gəlin ümumi bunu müzakirə edək. Niyə görə Java development, niyə görə məhz Java seçilir bir çox enterprise şirkətlərdə, banklarda və s. Çünki çox vacib bir amildir. Java çox stabildir və bir çox şirkətlər son trendlərə də baxsaq, görürük ki, stabil bir proqramlaşdırma dilləri seçirlər. Hansında ki, çox böyük transaksiyalar, çox böyük əməliyyatlar gedir və burada hər hansı bir trend olan proqramlaşma dilini seçib, burada bir problemli bir кейslərlə qarşılaşa bilərlər. Buna görə Java hal-hazırda yerli və xarici bazarda kifayət qədər böyük kütləyə çıxarılır. Başqa əsas səbəblərdən biri Java-nın çox böyük kitabxana və frameworkləri var, hansı ki, onu bir çox işlərini handle etməyə kömək edir. Misal gətirə bilərik ki, mən misal üçün öz şəxsi təcrübəmdən deyim, işlədiyim indiyənə kimi bütün banklarda, əsasən banklarda işləmişəm mən, hamısında Java proqramlaşdırma dili istifadə olunur və onların frameworkləri düzdür.
olubdur, fərqli proqramlaşdırma dilləri mikroservis arxitekturasında fərqli proqramlaşdırma dili seçmək imkanları olur və bunun üçün bəzi hallarda olub ki, yazmışıq hansısa da X bir proqramlaşdırma dilində, ondan sonra görmüşük ki, burada bir çox problemlər yaranır, community kifayət qədər azdır, suallarımıza cavab tapa bilmirik və yaxud da development cycle kifayət qədər böyük vaxt almağa başlayır. Biz belə olub ki, hətta həmin mikroservisi sonradan həmin dildən Java proqramlaşdırma dilində yazmışıq, yəni Spring-də yazmışıq biz bu layihələrimizi. Belə. Burada həmçinin qeyd olunub ki, kifayət qədər böyük scalability və performance verə bilir Java. Yəni, çox böyük high load sistemlərdə Java-da yazma olur və kifayət qədər özünü yaxşı göstərə bilir və əsas göstərdiyim pluslarından da biri çox stabildir. Platformadan asılı deyil. İstənilən platforma üzərində hal-hazırda Java-nı run eləmək olur. Bu da onun çox böyük pluslarından biri hesab olunur. Və dediyimiz stabillik nə gətirir? Bu deməkdir ki, sən uzun perspektivdə bazarda özünə iş tapa bilərsən. Uzun perspektivdə, yəni stabil olaraq xarici bazarda da, yerli bazarda da özünüzlə qarşılaşa bilərsiniz ki, Java üzrə kifayət qədər böyük, kifayət qədər çoxlu vakansiyalar olur və kifayət qədər böyük iş imkanlarıdır. Bu da çox gözəl bir şeydir məncə bizim üçün. Keçək növbəti slayda. Bu, yəni şirkətlərin real olaraq sizdən gözləntisi, bu da çox vacib bir şeydir. Çünki biz adətən hazırlıq prosesində bilmirik, konkret olaraq bizdən gözlənti nədir, biz müsahibələrə necə hazırlaşmalıyıq və nələri bilməliyik ki, sırf iminə bir ən əvvəlcə software injinier olaq, ondan sonra isə sırf iminə Java üzrə və yaxud da ki, digər proqramlaşdırma üzərində hansısa da müsahibəyə hazırlaşaq. Bunun üçün əsas olan şeylər nədir? Core Java-nı bilməkdir. Core Java yəni bir əlifbasıdır Java-nın və ona görə də oradakı OOP, data structures'lar bunlar haqqında çox yaxşı biliyə sahib olmaq lazımdır. Bundan sonra frameworklər də bir real layihələrin frameworklərsiz hal-hazırda təsəvvür edə bilmərik. Çünki biz əgər təmiz Java-da, yəni pure Java-da kod yazmağa başlasaq, hansısa da böyük bir layihələri, bu kifayət qədər çox vaxtımızı alacaqdır. Ona görə də bunun üçün fərqli frameworklər seçilir ki, bu sürətli bazara çıxış edə bilək həmin məhsullarla və bunlar stabil olsun. Biz bir layihəyə başlayanda vaxt itirməyək, hansısa da bir sazlama və yaxud da ki, hansısa da bir configuration işlərinə. Bundan sonra çox vacib hazırlaşmalı olduğumuz hissələr, bunlar database hissələridir. Çünki siz kodu yaza bilərsiniz. Kod yazmaq əslində qalsa çox da qəliz hissəsi deyil bu prosesin. Əsas odur ki, onun real olaraq necə işləməsini başa düşməkdir və böyük şirkətlərdə database ilə bağlı olan problemlər daha çox çıxır, nəinki kodla. Çünki siz düzgün indeksasiya eləməsəz, düzgün querylərinizi yazmasaz, başa düşməsəz ki, database'inizdə real olaraq problem nədir və yaxud da hansısa da bir query'nin performansı niyə aşağıdır, bunları detekt edə bilməsəz, bunu təyin edə bilməsəz, sizin layihəniz böyük ihtimal high load bir environmentdə çökəcəkdir. Və bu da çoxlu problemlər yarada bilər. Ona görə database management bu çox vacib bir hissəsidir backend engineeringin. Bundan sonra daimi olaraq problem solving, yəni girib daimi olaraq hansısa da algoritmlər, debugging və s. bunlar bu tərəfdə hansısa da bir çıxan bir problemi həll eləməyiniz sizdən istəniləcəkdir şirkətdə. Bu da çox vacib bir hissədir. Version control Git-lə işləmək bu indiki zamanədə bizim istənilən layihələrin idarə olunması Git üzərindən olur və bunun yaxşı bilməyiniz də çox vacibdir. Bir də soft skilllərdir, təbii ki, bunu da heç vaxt yaddan çıxartmaq olmaz. Communication and teamwork. Çünki
istənilən bir şirkətə gedəndə siz tək işləmirsiniz, bir komanda daxilinə düşürsünüz və komandanın daxilində siz özünüzü komanda yoldaşlarınızla o kommunikasiyanı falan çox yaxşı qurmalısınız və bir komanda olaraq işləməlisiniz ki, bir nəticə olsun. Fərd olaraq çox vaxtı fail edə bilərsiniz, yəni nəticəsi olmaya bilər bunun. Ona görə bunda nəzərinizdə olsun. Çox vacib mövzu bu da. Bir də belə deyək, biz ən əvvəldə biz buna başlayanda mütləq ki, düzgün formada bir roadmap planlamaq lazımdır özünüzə. Roadmap'ı planlayandan sonra həmin roadmap üzrə irəliləmək lazımdır. Birinci, ən əvvəldə fundamentals, yəni dediyimiz core Java-nı, Open-i, data structures'ları, algoritmləri, bunları əvvəldən, yəni təməl olmalıdır ki, biz bunun təməlinin üzərinə düzgün formada qalan biliklərimizi qoya bilək. Sonra bu biliklər olandan sonra biz artıq frameworkləri falan öyrənəndən sonra biz öz real layihəmizi artıq qura bilərik. Layihələrimizi qurduqdan sonra biz artıq bir neçə layihələrdə işləmişik. Biz öz networkingimizi böyütməliyik. Çoxlu bu sahədə işləyən tanışlıqlarımız LinkedIn üzərindən, kitaplar üzərindən və s. Internshiplər və bu caselərlə biz öz çevrəmizi böyüdə bilərik. Və ən vacibi artıq interview prosesləridir. Interview proseslərinə də sistem dizayn, algoritm və praktikalarla artıq hazır şəkildə gəlməliyik ki, burada düzgün suallara cavab verə bilək və bundan sonra artıq hansısa da bir şirkətdə özümüzə iş tapa bilək. Okay. Hal-hazırda bazar çox belə deyək, konkurentlidir və belə olan halda bizə nələr lazımdır? Yəni, əsas bir junior üçün müsahibədə nələrdən sual verilir? Ən çox suallar təbii ki, algoritmlərdən və problem solvingdən verilir. Bunları praktik eləmək üçün siz LeetCode-dan, HackerRank-dan və s. bu cür platformalardan istifadə edə bilərsiniz ki, öz logical thinking, yəni öz logikanızı daha da yaxşı edəsiniz. Bu istiqamətdə özünüzü təkmilləşdirə bilərsiniz. Bundan sonra sözü kəsirəm. Belə ki, çoxumuzda vaxtında mənim də rastlaşdığım problemlərdən biri, biz müsahibəyə gələnə qədərki mərhələdə, məsələn, müsahibədə biraz daha rahat olur. Müsahibəyə girəndən sonrası bəlkə də məncə daha rahatdır. Amma ilkin müsahibəyə çağırılmağın öz bu dəqiqə biraz bəzən problem olur. Və bu, ora seçilə bilmək üçün sizcə, yəni, düzgün seçim nə olmalıdır? Yəni, burada problem CV-dədirmi, yoxsa düzgün inkişafdadırmı? Nədə səhv var, yəni? İlkin çağırılma prosesi bu təbii ki, düzgün CV-nin qurulmasından asılıdır. CV-nin düzgün qurulması sizin portfolionuzdan asılıdır. Çünki siz CV-nizdə qeyd elədiyiniz texnologiyaları və layihələrinizi orada qeyd elədiyiniz təqdirdə bunu baxan insan başa düşəcək ki, sizin təcrübəniz nədir, siz nələrlə işləmişsiniz və sizə hansı mövzularda suallar vermək olar. Yəni, çox vacibdir ki, CV-nizi düzgün qura biləsiniz. Bu vacib amillərdən biridir. Həmçinin ilkin o müsahibəyə çağırılma hissəsi networkingdən çox vacibdir. Biz bilirik ki, CV-dən əlavədə sizin networkinginiz yaxşı olsa, hardasa da misal üçün internship olduğu təqdirdə bir-birinizi müəyyən chatlarda, platformalarda paylaşılan linkləri görə bilərsiniz ki, bəs falan yerdə internship var, falan yerdə bir hansıda bir vakansiya var, bunu çox tez tapa bilərsiniz. Belə. Cavan belə olar. Tamam. Mənim də elə fikirlərim sizin. Okay, bir də bu bir şey deyim, bu çox vaxtı sual verilir bundan bağlı ki, bəs
vakansiyaları görmürük, nə bilim, əslində qalsa heç yerdə vakansiya yoxdur, internshipləri tapa bilmirik. Bu əslində qalsa tam olaraq belə deyil. Dediyim kimi, düzgün platformalarda düzgün səhifələri izləsəz, orada tapa bilərsiniz ki, bütün böyük şirkətlər, ən azından mənim işlədiyim şirkətlər ildə 1 və ya 2 dəfə bu kimi belə deyim, internshipləri keçirirlər və elan olunur ki, falan vaxta qədər internshipə müraciət edə bilərsiniz. Hər kəsini qəbul edirlərmi? Təbii ki, yox. Çünki bayaqlar dediyim məsələ var. Çox böyük şey var. Konkurensiya var burada. Belə. Ona görə də izləmədə olun. Daimi olaraq çalışın. CV-lərinizi hər yerə atasınız. Hardansa da 100% bir cavab gələcəkdir. Bu barədə narahat olmayın. Okay. Bir də burada belə bir bölmə var. AI Tools'lar. AI Tools'larla bağlı çox böyük suallar mənə gəlir adətən ki, kursda olsun, işdə olsun, daimi müzakirələrdə bəs AI Tool'lar hal-hazırda bizim indi hal-hazırda yazdığımız backend engineering hissədə bizi əvəzləyəcəkmi? Bəs biz ChatGPT-yə yazırıq ki, misal üçün, one kodu yazıb bizim əvəzimizə yazır və yaxud da hansısa da xırda proyektləri yazdıra bilirik. Bu belə deyil. Real həyatda, real proyektlərdə işləyən insanlar və yaxud da böyük enterprise-da başa düşürlər ki, AI burada hər bir şeyi və tam dəqiqliyi ilə əvəz edə bilmir. O sadəcə çox yaxşı tooldur bizim əlimizdə. Bizə hansı ki support edir və developmentin sürətini artırır sadəcə. Kifayət qədər köməkli olur datanın axtarılması, hansısa da bir gözündən qaçdığı mövzuları sənə çox qəşəng göstərə bilir ki, burada bəs bu hissədə daha yaxşı solutionlar verə bilir. Sonra testlərdir, hansı ki, dokumentasiyanın hazırlanmasıdır, hansı ki, biz qabaqca bunu özümüz əllə yazırdıq, amma indi hal-hazırda bunu AI tool'larla çox sürətli şəkildə yazdırmaq olar onlara. Amma critical qərarları heç vaxt AI-nin üzərinə buraxmaq olmaz, çünki onların verdiyi qərarların arxasında bir şey durmur, yəni bir məsuliyyət olmur. Bunu insan qərar verməlidir. Hal-hazırki reallıqla belədir. Gələcəkdə amma nə olacaq, ona baxarıq. Yaxın zamanda bu dəqiq belə deyil. Yəni AI tool'lar bizi və yaxud da junior developerləri heç vaxt əvəzləməyəcək. Bu mənim düşündüyüm. İmran bəy, sizin bundan bağlı nəsə Məncə, AI tool'un əvəzləməmək biraz çox çətin məsələdir. Hansı ki, AI kod yazır, mən özüm də çox istifadə edirəm işdə və yaxud da yəni hər bir şeydə çox istifadə edirəm. Amma ki, kod yazır, sadəcə kod yazır da, yəni bunun işi bizim işdə gördüyümüz məsəl üçün biznes məntiqlərini başa düşə bilmir, normal sistem dizayn edə bilmir, yəni riskləri dəyərləndirə bilmir. Bu cəhətdən yəni düşünürəm ki, AI əvəz edəcəksə belə çox-çox sorular olacaq. Yəni AI-dan qorxmaq lazım deyil. Məncə AI-ı düzgün istifadə etmək daha da inkişaf elətdirəcək əslində. Yəni əvəz edəcəyini düşünmürəm. Bəli. Mən də razıyam bundan. Yəni AI-dən istifadə etmək lazımdır. 2 dənə əsas yanaşma var. Deyirlər ki, AI başı yəni bir searcher'dır. Biz əslində qalsa mən istifadə etmək istəmirəm AI-dən. Bu da səhv yanaşmadır. Bazarda AI-dən düzgün istifadə edən injinerlər daha çox nəticə əldə edəcəklər ki, istifadə edəməyənlər. Amma ikinci yanaşmada ki, AI bizi tam olaraq əvəz edəcək, bundan da razı deyiləm. Dediyim kimi bayaqları böyük enterprise-larda hər şey daha gəlizdir, nəinki hansı da bizim xırda verdiyimiz CRUD application-ların yazılması. Belə. Prezentasiya ümumi bu qədər idi. Belə bir çatda sual var ki, bəs CV-yə ancaq networking-də baxılır, yoxsa yox deyil. Çünki eşitdiyimə görə həddən artıq CV göndərilir. Bu barədə danışa bilərsiniz. Sizin həddən büdcət barədə.
Mən ümumi deyəcəm, mənim qarşılaşdığım öz keyslərim və tələbələrimin qarşılaşdığı keyslər üzərindən. Mən bir də öz təcrübəmi deyim, bu da çox vacibdir. Mən özüm network-dən tapmamışam, sadəcə kursu bitirmişəm və ondan sonra CV-mi bir çox şirkətlərə göndərmişəm, bir neçə müsahibələrdən kəsilmişəm. Amma dediyim kimi bu müddət ərzində yəni necə eləməmişəm, motivasiyadan düşməmişəm və davam eləyib CV-mi atmışam ki, oradan bir nəticə əldə edeyim və sonunda işə düzəldim, belə oldu. Amma düzdür, bu var. Bazarda misal üçün kimsə də tanıyırsa da və yaxud da kimsə də bilirsə də ki, bu namizəd həqiqətən bu pozisiyaya uyğundur. Hər kəsi yox, təbii ki, sən hər kəsi refer edə bilməzsən. Amma uyğun olan adamı, bəli, refer edə bilərsən ki, bu da sənin connection-dan çox asılıdır, networking-dən çox asılıdır. Networking nə qədər böyük olsa, səni refer edəcək insanların sayı daha da çoxalır və beləliklə də iş imkanların daha da artmış olur. Yəni, ancaq networking-lə deyil, amma networking-lə olan insanların şansları daha çoxdur. Çünki bazarda hal-hazırda kifayət qədər çoxlu namizədlər var. Elə. Yenə bir sual deyirsiniz. Salamlar, mənim qarşılaşdığım bütün vakansiyalarda universitet diplomu tələb edilir. Hətta bu sahədə olması tələb olunur. Buna münasibətiniz necədir? Universitet diplomu olmayanlar nə etsin? Şəxsən mənim öz fikrimcə, təbii ki, mən ixtisasım da informasiya texnologiyaları olub. Amma universitetdə öyrəndiklərimin işdə 20%-ni falan bəlkə istifadə edirəm və diplomuma baxıldığını düşünmürəm. Çünki ilk intern tapanda da mənim hələ universiteti bitirib heç diplom almamışdım və mənim nə qədər tanışlarım da var, kurslardan falan işləyirlər. Yəni, universitet diplomuna məncə müəyyən dərəcədə rol oynayır təbii ki, çünki IT-də olmaq, IT oxuyub da sonradan bu sahəyə yönəlmək daha, necə deyim, avantajlıdır. Amma belə mənim fikrimcə çox da baxılmır. Yəni, əsas məsələ bu öyrəndiyim yerdən sonrasıdır. Çünki nə qədər iş yoldaşlarım da var. İngilis dili müəllimliyi bitirən iş yoldaşım var. Nə bilim, mexanika mühəndisliyi, fərqli-fərqli, hətta ali təhsil sizini də tanıyıram. Yəni, fərqli-fərqli sahələrdən gələnlər var, maliyyə olsun, o qədər elə tanışlarım var. Siz nə fikirləşirsiniz? Sizin sahənizi bilmirəm, açıq universitetdə nə oxumuşdunuz? Mən də kompüter mühəndisliyini bitirmişəm, yəni bu sahədən gəlmişəm. Amma belə bir şey deyim, banklarda mənim bildiyim dəqiq ali təhsil diplomu tələb olunur, amma sırf ümumi IT sahəsindən olmağı şərt deyil, yəni mandatori deyil bu hissəsi. Çünki mən bankda işləyən İmran müəllim də dediyi kimi də mən tanışlarım var, hüququ, iqtisadiyyatı falan bitiriblər, amma gəlib proqramçı kimi işləyə bilirlər, IT sahəsində işləyə bilirlər. Belə, yəni şərt deyil ki, ümumi sırf IT-dən olsun, o daha avantaj verir sizə. Amma digər sahələrdən də ola bilər. Bir də ümumi ali təhsil olmadığı təqdirdə siz bir iş tapa bilərsinizmi IT sahəsində, yəni proqramlaşdırmada? Bəli, tapa bilərsiniz, amma bu müəyyən şirkətlərdə falan yox. Hansısa da startaplar da ola bilər, xarici bazarda da ola bilər, haradakı diplom mən bildiyim qədər soruşulur ümumiyyətlə istənilir. Yəni iş imkanları var, sadəcə müəyyən daha qısıtlı bazara çıxırsınız, yəni belə deyim. Onda belə çıxır ki, mənim fikrimcə, yəni skill daha önəmlidir. Diplom da önəmlidir təbii ki, amma sahəsi elə də fərq etmir. Yes. Skill demişkən, ən çox sizdə hal-hazırda tələb olunan stəklər hansılardır? İndi burada bildiyim qədərilə hamı full bitirmiş şəxslər deyil, hal-hazırda öyrənənlər də məncə var. Yəni, hansı stək olmağı daha yaxşı olar? Nələrə daha çox fikir verilir? Əslində, bunlar barədə dediniz bayaq, database falan, bu giddən dedik, amma müəyyən dərəcədə fərqlənmək lazımdır məncə. Çünki hal-hazırda
öyrənənlər də çoxdur və bu necə deyək, seçilə bilmək lazımdır. O çox şəxsin arasından müəyyən fərqlənmək lazımdır. Onun üçün sizcə nələr daha yaxşı olar ki, öyrənsinlər? Mən özüm intervyulara son bir neçə ildir ki, aktiv olaraq qatılıram və mənim gözləntim və mənim işlədiyim komandalarda gözlənti çox vacib olan bir şeydir. Bunu açığı deyimsə, bu mikroservislər, Docker, bunlar deyil. Mənim juniordan sırf ümumi olaraq gözləntim və adətən gördüyüm bu ən düzgün istiqamətdir. Bu təməl biliklər. Təməl biliklər mütləq olmalıdır. Təməl biliklər olduğu təqdirdə biz hansısa da bir stackin gəlib burada, misal üçün atıram Spring-i, burada da öyrənə bilər və yaxud da ki, hansısa da X bir texnologiyanı. Çünki texnologiyalar kifayət qədər böyükdür. Yəni dəqiqə backenddə baxsaz, Kubernetes, nə bilim, Kafka, nə bilim, Rabbit, Redis, RocksDB falan və s. NoSQL, SQL və çoxdur da. Yəni bunların hamısını təbii ki, bir juniordan gözləmək məncə düzgün yanaşma deyil. Amma məlumatınız olmalıdır. Məlumatınızın olması sizin üçün bir böyük bir plus olar. Belə. Mən bir junior üçün təməl biliklər və məlumatda olmasını istəyərdim və hansı da xırda bir layihələrdə falan işləməsi plus kimi götürərdim. Belə, sırf stack olaraq bizim bazarı əgər götürürsə də xarici bazarı demirəm, bizim bazarda sırf Java-nı bilməyini sizin backend engineering sahəsində, backend development sahəsində çox böyük plusunuzdur məncə. Çünki vakansiyalar kifayət qədər çoxdur dediyim və ən böyük şirkətlərdə hal-hazırda aktiv olaraq Java istifadə olunur, stack olaraq. Razıyam fikrinizlə. Bizdə də, mənim də qarşılaşdığım bir şey olub. Məsəl üçün, sadəcə əsas proqramlaşdırmanı anlamaq məncə kifayət edən əsas. Çünki bizdə bir intern var idi, sadəcə front-end intern idi. Bizim tasklar çox idi və yavaş-yavaş ona yönləndirməyə başladıq. Və bir müddətə, 1-2 aya o başladı backenddən, yəni taskları eləyə bilməyə artıq. Ondan sonra da elə praktikadan sonra da işə götürdülər. Yəni front-end kimi internə başlanmışdı, amma sonradan elə backendi orada öyrənib, orada da işə götürdülər onu. Sizin iştirakçılardan sualı olan birbaşa səsləndirə də bilər. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Bilmirəm, mən tanıyırsınız ya, mən köhnə televizyon emirəm. İmran müəllim də mənim mentorum olubdur. Sizə salamlayıram. Mənim sualım var, siz bayaq tam vermək istədiyim sual o idi ki, sizə strong Java bilməsi məncə gün üçün kifayətdir. Məncə, amma indiki dövrdə AI artır da, yəni artıq seniorlar da bir juniorun görə biləcəyi işləri AI-yə edə bilirlərsə, niyə juniordan gözləntiləri artmır hələ də, yəni mikroservislərdir, Redis'dir, Kafka'dır, bunları sizə hələ junior səviyyəsində tələb eləmirlər, yoxsa olması necə yanaşmadır? Okey, deməli, mən sonra orasını düzəldim. Mən dediyim oydu ki, məlumatlı olmalıdır. Çox güclü bir praktikası olmalıdır onlardan. Yəni, məlumatlı olmalıdır. Əsas onun praktiki bildiyi hissələr, yəni daha dərindən bildiyi hissələr core bilikləridir. Niyə görə seniorlar əgər AI dövründə bütün layihələrini, misal üçün, onlara yazdıra bilirlərsə də juniorlar nə üçün lazımdır? Belə bir reallıq var. O dediyimiz algoritmik düşüncə tərzi və yaxud da algoritmləri həll etmək bacarığı, yəni o düşünmə tərzini bunu sən əldə edə bilməzsən, yəni hər hansı bir texniki stack biliklərlə falan. Olub ki, gəliblər müsahibəyə, misal üçün, kifayət qədər illərin təcrübəsi var adamda. Nə bilim, gelib hardasa işləyib fərqli şirkətlərdə, amma sadə bir algoritmi həll edə bilmir. İnsan onun arxada həmin o istifadə elədiyi stackin necə işlədiyini başa düşmür və bu da problemdir əslində. Çünki sən o böyük enterprise şirkətdə qurulan arxitekturanın hər hansı bir fintinin işləməməsinin başa düşmən üçün sən mütləq onu tam dərindən başa düşməlisən.
tərəflər əslində qalsa çox məncə qəlizdir. Yəni hər adamın keçə biləcəyi tərəflər deyil də bunlar. Dediyim kimi, yəni mənə elə gəlir ki, daha çox özünüzü təkmilləşdirmək istəsəniz, daha çox təməl şeylərdir və təməl olandan sonra siz bəli, kifayət qədər çoxlu stəklər var, məlumat toplamalısınız, tətbiq eləməlisiniz, yoxlamalısınız. Amma o qədər də misal gətirim, gəlsəz müsahibəyə desəz ki, mən misal üçün Kafkanın partitionların necə işləməsini bilmirəm. Real praktikada hansısa da bir orada case var, onu heç vaxt qarşılaşmamışam. Mənim üçün okeydir. Mən də razıyam fikrinizlə. Mən yəni işlərdə belə deyim də mikroservisdən çox yəni problem solving önəmlidir. Yəni o biliklər daha önəmlidir. Təbii ki, məlumatlı olmaq lazımdır, sizin də qeyd etdiyiniz kimi. Plus da AI nə qədər də olsa yəqin ki, bəlkə də işlərsiniz. Yəni elə şirkətlər var ki, hələ də yəni AI-ya çıxışa icazə vermir. Yəni bloklayırlar. KBT səviyyəsində heç yəni ChatGPT-yə belə girmək olmur ki, qaldı AI-dən istifadə eləsin, orada işlək developer. Amma bu pisdir, təbii ki, olmaq məncə daha yaxşıdır. Bunun əslində səbəbi var. Çünki AI-ın bütün hamısı cloud-dur, yəni on-premise AI deyil. Misal üçün sizin yazdığınız hər hansı bir məlumatlar, şirkətin, müştərinin məlumatları falan bu gedir başqa bir belə deyim də ölkə xaricində yaşayır və orada olur. Bu isə qanunvericilik tərəfindən də misal üçün bizdə okey deyil. Bu əslində qalsın, burada bir çox problemlər var, hansı ki AI-ın gətiribdir və onun hələ ki bir həlli yoxdur. Düzdür, corporate versiyaları var, misal üçün enterprise solutionları olur, amma orada da enterprise olduğu təqdirdə də sadəcə bir razılaşma olur ki, sizin məlumatlarınız üçüncü tərəfə ötürülməyəcəkdir, amma buna heç kim tam olaraq zəmanət verə bilməz. Ona görə də burada da bir çox problemlər yaranır əslində qalsa AI ilə bağlı və sizin verdiyiniz dataların necə səhərsi gün istifadə olunacağı da bu da sualdır. Belə bir iki dənə sual var. Bunlar elə səhv etməmişsə bizim tələbələrdəndir. Təcrübə keçməyən bir şəxsi müsahibə zamanı verdiyiniz suallara normal cavab verdiyinə görə junior olaraq qəbul etdiyiniz olubmu? Okey, internship zamanı olub ki, müsahibəyə, yəni adam kifayət qədər çox yaxşı cavab veribdi müsahibə zamanı. Bunun üçün əlavə müsahibə təyin olunubdur. Biz bunu təyin eləmişik ki, adam hal-hazırda interndan daha yəni junior səviyyəsindədir. Əlavə müsahibə təyin olunubdur və həmin müsahibə nəticəsində uğurlu olduğu təqdirdə bəli, iş təklif olunubdur və bu kimi praktikalar olur. Amma bu həmin görüş əsnasında olmur, həmin o intervyu əsnasında. Çünki internlər üçün adətən çox böyük vaxt ayrılmır müsahibəyə. Yəni, bu fərqli olur, yarım saat, 40 dəqiqə falan da belə. Amma sırf iminli işə qəbul olma prosesində orada bir neçə iterasiyalar var, hansı ki daha dərin suallar və daha praktiki suallara falan keçmək olur orada. Ona görə də bəli olur. Görürük ki, intern səviyyəsindən daha yüksəkdir, təklif olunur. Mən fikrimcə stəkə də bayaq hələ də Emilin sualında qalmışam. Yəni stəkə fokuslanmaq lazım deyil. Yəni stek işdə öyrənilir məncə. Yəni daha advanced səviyyəli olan bilikləri ilə işdə öyrənmək mümkündür. Yəni öz keçdiyim yoldan deyim ki, mən yəni əksər şeyi təbii ki sizdən də öyrənmişəm, amma belə işdə daha o real praktikada öyrəndiyim şeylər təbii ki daha önəmlidir. Çox şey qatıb mənə. Belə bir Amin yazıb. Amini bilirsiniz, yəqin ki tanıyarsınız. Java və Java Advanced kimi akademiyada elm mühəndisliyi tələbəsi olmuşam. Hal-hazırda təcrübə və kiçik mütəxəssislər olaraq işlərə CV göndərdikdə geri dönüş almıram. Heç müsahibəyə belə dəvət olunmuram. Nələrdə düzəliş etməliyəm bununla bağlı? Bunun açığı səbəbi şey olaraq görməm, tam olaraq. Ola bilsin ki, CV-də nəsə də boşluqlar var. Bunu deyirəm.
Yəni bu isə ehtimal var burada. Amma bir müddət sonra, yəni ola bilər ki, nə vaxtsa da bu proses dediyim kimi konkurensiya o qədər böyükdür ki, ola bilirsin ki, hansıda CV-lərə baxılmır falan və s. Sən izləmədə davam elə, yenə də CV-ni atmağa davam elə. Bir də təbii ki, CV-nin üzərindən keç. Bəlkə bir səbəb var bunun CV-də, nəysə də düzgün qeyd olmuyor. Bəlkə dəyişəsən CV-ni hansısa da bir bəndlərini falan və s. ki, bu çox vacib amillərdən biridir. Bəli, CV də yəni çox vacibdir. Çünki HR onu oxuyanda ilk gün belə baxanda sizin CV-nizə ona orada sualları olmamalıdır ki, biz bunu çağıraq yoxsa yox. Deməli ki, nə əla kandidatdır, bunu necə tapmışıq, çağıraq müsahibəyə, bunun nəticəsi yaxşı olmalıdır. Belə. Texniki heyət tərəfindən, yəni CV-lərə baxış keçirilir. Yəni əsas fikir verdiyiniz yer nə olur məsələn? Texniki komandadan adətən birinci stepdə texniki komanda baxmır. Bunu HR özü filtr eləyir və yaxud da müəyyən bir bazaları falan var. Xaricdə daha çox istifadə olunur. Həmin bazadan keçəndən sonra HR-a gəlir. HR artıq baxandan sonra hansı da CV-lər onlara okeydirsə də bunu yönləndirir texniki komandaya. Texniki komanda artıq həmin stepdə o baxanda mən adətən nə edirəm? İstifadə elədiyi texnologiyalar, hansı steklə işləyir, bizə uyğundur, uyğun deyil. Burada bir çox şeylər, layihələrinə baxa bilərəm, commitlərinə girib baxa bilərəm, görüm sonuncu commiti nə vaxt olubdur, active development edirəm orada. Belə, yəni burada bir çox amillər var. Ona görə də işə qəbul olunma prosesində suallar çox ola bilər ki, sən çox əla tutan ki, Python bilə bilərsən, amma bizə stack olaraq Python developer həmin anda lazım deyilsə də, bir Java stackini bilən developer lazımdırsa da, burada üstünlük Java developer veriləcək. Yəni, vakansiyadan da çox şey asılıdır. Mən CV-nə bağlı bir dənə sual vermək istəyirdim. Deməli, məsələn, mən özüm Docker-lə azdan çoxdan işləyirəm. Məsələn, düzdür, mən desktop, yəni proqram kimi istifadə edirəm. Orada yükləməkdə imajları, konteynerləri və s. Yəni tam belə hakim deyiləm, amma azdan çoxdan bilirəm. Bir də məsələn Redis olsun, məsələn Redis azdan çoxdan orada işləyə bilirəm də hələ ki. Mən onu soruşmaq istəyirəm ki, CV-yə nə vaxt qeyd edə bilərik ki, məsələn mən bunu stack olaraq bilirəm, ya da yazanda onu yazmalıyam ki, qarşısına başlanğıc səviyyə nəsə. Okey. Mən CV-ndə açığı görsəm sənin hansısa da stack-i, misal olsun Docker-i, CV-nə yazmısansa da mənim üçün bu bir sual veriləcək, yəni bir mövzuya çevrilir ki, mən bu mövzudan suallar verə bilərəm. Ona görə CV-nizə qeyd elədiyiniz texnologiyalar çox vacibdir ki, siz əgər bunun bir user səviyyəsində istifadə edirsinizsə də, bu şey olmalı deyil də, yəni sizin CV-nizə əlavə olmalı bir point deyil məncə. Bu necəsə də qabarda bilərsiniz ki, sadəcə bir istifadəçi səviyyəsində CV-də, amma bu yəni o qədər də oxunaqlı olmayacaq məncə. Ona görə də Docker-lə real olaraq praktikanız, yəni onun arxada necə işlədiyini başa düşmüsünüzsə də, yəni sizin real olaraq onunla bağlı biliyiniz yoxdursa da, məncə əlavə eləməsəz yaxşıdır. Dediyim kimi, sadə şeyləri əlavə edin, real olaraq başa düşdüyünüzü və müsahibədə o mövzulardan sual verilsə, cavab verə biləcəyiniz şeyləri əlavə edin. Çünki mən gördüyüm qədər adətən bir çox intervyuerlər belə edirlər. Müsahibənin girişini adətən CV-yə baxırlar. CV-də hansısa bir maraqlı texnologiya görə bilərlər, hansısa da bir şey görə bilərlər və həmin o texnologiya əsasında müsahibəyə başlayırlar, o mövzulardan yavaş-yavaş gedə bilərlər. Ona görə də cavabım, əgər o mövzunu yaxşı bilmirsinizsə də CV-nizə əlavə edin. Yəni, bəs deyil CV-yə yazmadım, amma intervyu zamanı belə özümüz bildirə bilərik ki, məsələn, mən başlanğıc səviyyə bunu bilirəm, elə edirəm, bu üstünlükdür. Çünki mən Docker-i falan yazmışdım, yəni, məsələn, Paşa Bankın müsahibəsində olanda, düz mənə asış sualı Docker-dən başlamışdılar, sağ olsunlar, baltalılar orada. Bəli, dediyim kimi, sən onu daha çox
Müsahibədə onsuz da adətən sual verilir elə başlayan kimi müsahibə, yəni müsahibə 15 dəqiqəlikdirsə də yox, amma kifayət qədər ən azından bir yarım saatlıq intervyu olanda həmişə sual verilir ki, nələr eləmisən bu günə qədər, nə öyrənmisən, nə tətbiq eləmisən. Orada deyə bilərsən ki, misal üçün Docker'dən də tətbiq eləmişəm, belə sadə əməliyyatlar və s. Bir də intervyu edən şəxs özü soruşmasa, yəni o mövzuya çox girməyəsən. Çünki sualın cavabına sən Docker deməklə, hansısa da bir sualında Docker'ı aparmaqla sən trigger yaradırsan ki, həmin adamda ki, bu adam Docker'ı bilir, Docker mövzusuna girək. Müsahibənin qurulma ardıcıllığı var və bu ardıcıllıq əsasında sizin verdiyiniz cavablar əslində qalsa növbəti mövzuya yönləndirməlidir. Və o mövzunun daxilində əgər siz o qədər də yaxşı deyilsinizsə də və bilirsiniz ki, əminsiniz ki, siz buradan cavablandıra bilməyəcəksiniz sualları, o mövzulara çox getməyin. Daha çox bildiyiniz mövzulara yönəlin. Məndə də olub o şey, hansı ki, yəni CV-də qeyd etdiyim hər bir punktu bir soruşublar. Nə qeyd etmişdimsə, hətta soft skill-lərdə yəni qeyd etdiyimdən time management'ı belə izah elə, necə bölürsən deyə, yəni onu belə soruşublar. Hər bir punktu demək olar ki, soruşurlar. Yəni CV müsahibədə veriləcək sualların samirisi bir şeydir də. Amma sizin qeyd etdiyiniz kimi, yəni verdiyiniz cavablar oradakı sonraki sualların şeyidir, yəni xəritəsidir, belə deyim. Burada suallar var hələ də. Deməli, remote iş tapmaq üçün tövsiyələriniz nələrdir və iş bazarı haqqında dedikləriniz .NET developerlar üçün keçərlidirmi? Yəni, təzədən sonunu oxuya bilərsən, son hissəsi, səs qırıldı. Tapmaq üçün tövsiyələriniz nələrdir və iş bazarı haqqında dedikləriniz .NET developerlar üçün keçərlidirmi? C#.NET. Okey, əvvəlcə remote bazardan danışaq. Remote bazar üçün əsas tələb olunan şeylərdən biri məncə ingilis dili bilidir. Bu çox vacibdir. Və təbii ki, ingilis dili biliyi olandan sonra remote iş tapmaq əslində qalsa o qədər də qəliz deyil. Sadəcə onun bir dənə mənfi tərəfini mən görürəm, remote işlərin plusları dəyişə çoxdur. Onlar davamlı olmurlar çox vaxtı, layihə based olurlar. Çünki remote işçi bunlar götürürlər hansıda bir layihənin sonuna qədər, layihə sonundan sonra onu çalışırlar replace eləməyə, artıq digər daxili staffla artıq işləməyə, yəni daxili intern işçilərindən. Amma belə кейslərdə görmüşəm ki, uzun müddət davam edirlər həmin işçi ilə işləməyə remote bazarında. Onun da belə bir case var, mənfi tərəf var. Uzun müddətdə hansısa da bir management lead pozisiyalarına qalxmaq çox çətin olur belə olan halda. Amma iş tapmaq dediyim kimi əsas odur ingilis diliniz yaxşı olsun və müəyyən dediyim bəxtləri sadaladığımız bilikləriniz olsa remote bazara asanlıqla girə bilərsiniz. Sualın İkinci bölməsi isə .NET ilə bağlı. .NET bazarda varmı? Var. Kifayət qədər də çoxdur. Sadəcə Java ilə müqayisədə o qədər çox deyil. Yəni .NET developerlərimizdə kifayət qədər rahatlıqla xarici bazarda da, daxili bazarda da iş tapa bilərlər özlərinə. Həm də belə bir şey var da, Java-ya tələbat daha çox olduğu üçün məncə konkurensiya da daha çoxdur. C#-da nisbətən ola bilsin ki, vakansiyalar az olduğu üçün də konkurensiyası daha azdır. Ona görə orada da şanslar var, burada da şanslar var. Amma ümumilikdə götürəndə təbii ki, daxili bazarda, xarici bazarda Java-da daha rahat iş tapmaq məncə. Sizcə proqramlaşdırma öyrənmək üçün kursa getmək vacibdir, yoxsa self-study və kiçik layihələr kifayət edir? Bir də bu sahədə magistr oxumaq mütləqdirmi? Magistr məsələsində məncə birbaşa yox deyirəm. Çünki mənim özüm magistra qəbul olmuşam məsəl üçün və 2 aydan sonra ərizəmi yazıb çıxmışam şəxsən. Mütləq deyil məncə magistr. Magistr bəlkə də sadəcə nəsə gələcəkdə
vəzifələr üçün bəlkə önəm daşıyar. O da bizim qanunvericiliyə falan görə yəqin ki, bəzən magistr istəyirlər. Amma özünüz də öyrənə bilərsiniz. Self-study da olar, kursa da gəlmək olar fikrimcə. Amma self-study və kiçik layihələr kifayət edirmi? Kiçik layihələr iş axtaracaq səviyyəyə gəldikcə kiçik layihələr kratdan ibarət olmamalıdır məncə. Yəni ən azı hər hansı bir biznes logika özündə cəmləyən bir layihə olmalıdır fikrimcə. Siz nə düşünürsünüz müəllim bu barədə? Mən də tam olaraq razıyam dediklərindən. Bir də əlavəm var burada. Əlavə nə ilə bağlıdır? Kurs vacibdirmi? 100% ki deyil. Amma belə bir tendensiya var, belə bir gördüyüm reallıq var. Self-study edən insanların çoxusu gedib bu məsələnin tam olaraq axırına çıxa bilmirlər. Niyə görə? Çünki orada fokus məsələsi var, sən fokusun tez-tez yayına bilər. Çox güclü şeyin olmalısan, üsik olmalısan, çox disiplinli olmalısan ki, bunu gəlib axırına çıxa bilərsən və sənin ətrafın networkingin əvvəlcədən olmalıdır. Kurs əslinə qalsa bir networking də sizə verir, bu da çox vacib bir şeydir. Və belə, yəni mənim gördüyüm çox vacib təməl şeyləri kursda siz ala bilərsiniz. Özünüz də bunu təbii ki, öyrənə bilərsiniz. Amma özünüz elədiyiniz təqdirdə bunu sizə çox güclü disiplin əməlcə lazımdır ki, çoxluğunda görmüşəm ki, bu çox çətin alınır və networking məsələləri ki, kursda çox bunu qazanırsınız və bu da çox gözəl bir şeydir. Yəni, kurs olmağı biraz avantajdır hardasa. Hətta bəzən olur ki, məsəl üçün balaca şirkətlər olsun, hətta böyük şirkətlərdə də olur. Vakansiya ümumi paylaşmırlar. Hətta hər hansı bir kursdan əməkdaşlığı varsa və yaxud da birbaşa onlara yönləndirirlər. Onlardan yaxşı tələbələrdən müsahibələrə dəvət edirlər. Belə də olur. Başqa bir sual var. Bəs axı internship tələbində, Docker məsələsinə qayıdaq. Bəs axı internship tələbində Docker varsa və mən CV-də Docker dərindən bilmirəm deyə qeyd etməsəm, kəsilərəm. Elə ilk CV seçimi mərhələsində, kəsilərəm elə ilk CV seçilmə mərhələsində. Okey. Deməli, o tələblərdə Dockerin qeyd olunması şərt deyil ki, sizdən mütləq müsahibədə Docker soruşulacaq və yaxud da ki, Docker qeyd olunubsa da orada siz CV-nizdə Docker yazmasa sizi çağırmayacaqlar. Məsələ odur ki, bu vakansiyaların tərtib olunması çox vaxtı copy-paste olur. Yəni, əməkdaşlar sadəcə girirlər həmin o müəyyən bir list var, bütün injenerlər üçün tətbiq olunan list, onu götürürlər, hər dəfə copy-paste edirlər. Junior olsun, bu middle olsun, senior olsun, fərqi yox. Və bunu siz qeyd eləmədiyiniz təqdirdə həmin adam belə baxmayacaqdır ki, burada bu var idi, burada bu yoxdur, deməli biz bunu qəbul eləmirik. Bu kimi şeylər mən artıq qarşılaşmamışam. Ona görə də mənim ən azından gördüyüm şeydə, mən gördüyüm təcrübəmdə, mənim işlədiyim şirkətlərdə bu haldan qarşılaşmamışam. Ümumi mənim fikrimdə də, yəni tələblər belə deyək, tam reallığı əks etdirmir onsuz da. Yəni məsələn, mənim ilk işə qəbulumda tələbdə 3 il təcrübə yazılmışdı. Onda mənim təcrübəm sadəcə intern idi. Hətta indikində də 3.5, 4 il, mənim hətta 3.5 ilim olmadı. Yəni, tələb tam deyil. Hətta məsəl üçün tələblərdə bizdə Go da var idi. Mən Go yeni öyrənirəm. Nə bilim, fərqli şeylər var. Yəni, tələblərdə nədirsə, o olacaq yox. Yəni, tələblər, siz demiş, yəni copy-paste olur. Mən bir dəfə özüm şəxsən köhnə işlədiyim yerlərdən birində UX UI dizaynerin tələblərini mən göndərmişəm. Yəni, mən amma o tərəflərini mən qoyduğum olubdur orada. Salam. Bəs ATS sistemləri yoxlayanda tələbləri avtomatik olaraq özü qərar vermir ki, rədd verim ya yox. Yəni, ilk olaraq HR baxmır axı ilk olaraq ATS-dən keçir.
Bəli, bayaqlar dediyim kimi bəzi şirkətlərdə bu tətbiq olunur, amma orada bütün texnologiyaları gedib bir-bir map eləmir də. Sən Docker burada var, burada yoxdur, hə bunu reject edir. Orada böyük ehtimal base skill-lərlə falan, yəni neçəsə də faizi əgər match olursa da texnologiyaların ki, siz orada Java qeyd eləmisinizsə də öz CV-nizdə və Java ilə bağlı olan Spring Framework olsun və s. database ilə bağlı olan mövzularınız əgər match olunursa da siz artıq müsahibəyə dəvət olunursunuz. Yəni bu heç yəni əvvəlcədən olan proseslərdə gedirsə də söhbət, bu toollar belə işləyir, yəni mən bildiyim qədər. Yəni 100% elə bir qayda yoxdur ki, %100 bütün texnologiyalar məhv olunmalıdır ki, bu keçsin növbəti stepə. Bir də bu bütün şirkətlərdə yoxdur. Belə, mən bildiyim bunlardır. Məncə də Cavab verə bildim. tətbiq eləmir məncə. Mən bir də son sual vermək istəyirdim. Deməli, bu Java Core mən biraz unutmuşam açığı. Təkrar eləmək istəyirəm. Bu haransa görələr siz təkrar olsun. Bir də məsələn indi CRUD əməliyyatları çox eləyir Spring-də. Mən fikrimcə Core yaddan çıxırlar bir müddətdən sonra. Neyə bunu? Çünki CRUD əməliyyatda həmişə standart eyni şeylər olur demək olar. Çox nadir hallarda fərqli olur. Mən bunun üçün fərqli kitablar var, sourcelar var falan bu belə yəni konkret olaraq birini qeyd eləməyəcəm də. Bunun üçün həmin resurslardan istifadə edib, araşdırıb, qəşəng kitablar, qəşəng nə bilim hansısa video dərslər tapıb yenidən öz biliklərini yeniləyə bilərsən. Mən zamanında bu problemlə qarşılaşanda nə etmişdim? Demişdim ki, mən tədris eləmək istəyirəm və çox böyük plusum oldu ki, mən dərs keçəndən sonra hər il bu Java-nın bütün bu detallarını yenidən izah elədikcə məndə bu kifayət qədər böyük bir və stable bir biliklər yaratdı. Sən də tətbiq edə bilərsən, mənim çalış adətən nəyisə də tutam ki, möhkəmləndirmək üçün kiməsə də nəyisə də izah elə. Və izah elədiyin təqdirdə həmin insana özün də başa düşəcəksən ki, sən bunu necə dərindən öyrənmirsən bu sənin yadından çıxmaq ehtimalı çox azalacaqdır. Çünki gündəlik olaraq biz işdə gördüyümüz işlər, yəni sırf ancaq Core Java ilə bağlı deyil də, yəni çoxlu orada stack tool'lar var, hansı ki onlarla işləyirik, başa düşürəm. Belə, yəni mən özümün tətbiq elədiyim bir solution bu. Eynən tədris eləmək biraz da həmişə up-to-date saxlayır və o cəhətdən yaxşıdır. Ümumiyyətlə deyil, müsahibə zamanı hər hansı mövzudan bir hissə sual verilirsə, konkret o hissədən cavab vermək lazımdır, yoxsa bütünlüklə həmin mövzu haqqında danışmaq daha doğrudur? Mən özüm müsahibə keçirəndə gördüyümü deyim və yaxud da digər müsahibələrdən deyim. Mən konkret cavablar gözləyərəm və mənim bildiyim ən düzgün yanaşma budur. Konkret dəqiq cavablar vermək. Əgər mövzu üzərindən hər hansı bir suallar yaranarsa da, interviewer özü zaten verəcəkdir bu sualları ki, daha detallı aça bilərsən mövzunu, çalışıb daha dəqiq suallar verə bilər ki, sən də ona bayaqlar dediyin kimi dəqiq cavablar verməlisən ki, o mövzu daxilində. Kənar mövzuya çıxarsaz, hansı ki, bayaqlar dediyim, bilmədiyiniz hansıdır bir mövzu olsa, orada o şey sizə çətin olacaqdır. Çünki o mövzudan suallar gələ bilər. Başqa kimsə sualı, yəni burada bir də var. Salam, CV-də Java developer olduğumu qeyd etməliyəmmi? Yoxsa tək bir sahəyə yönəlimli olduğumu hiss etdirməməliyəmmi? Sırf iminli Java developer, bu biraz müzakirə mövzusudur. Məncə qeyd eləməlisən Java developer olduğunu. Bu, yəni bizdə bir çox insanlar bazarda onu, yəni HR olsun falan birbaşa onu görüb, sizin iminli sırf Java developer olduğunuzu görüb, sizi müsahibəyə çağırmaq ehtimalı daha çoxdur. Amma mən sırf iminli Java developer yox, daha çox software engineer olaraq qeyd olmağını tərəfdarıyam ki, əslən qalsa biz bir stackin
daxilində bir proqramçı deyilik. Bizim stekdən asılı olmamalıyıq və bu gün lazımdır, misal üçün Java-da yazmaq, sabah vaxt lazımdır digər proqramlaşdırma dilində və yaxud da digər tooldan istifadə etmək yapacağımız həmişə olmalı. CV-də qeyd eləməyə isə dediyim kimi qeyd eləsəz, okey, yəni daha yaxşı variant ola biləcək. Mən belə bir qəribə maraqlı bir sual verim. Bu mən verirəm, belə deyim. Əgər məsəl üçün bu gün sıfırdan başlasaydı da 6 aya, 7 aya, belə hər hansı bir ilə məsəl üçün iş tapmaq üçün necə bir plan qurardınız? Yəni, məsəl üçün əvvəl təbii ki, başqa indi mindsetlə qurulub onlar. Daha sonra bunlar yəqin ki, indiki düşüncələriniz tam fərqlidir. İndi sizcə neyniyərdiniz? Yəni, bu təcrübələrinizə əsaslanaraq. Mən ən vacibi, ən əsas şey gördüyüm həqiqətən də roadmap'ın düzgün qurulmasıdır. Sən real olaraq qabağına bir targetlər qoymalısan ki, sən nə etməksə, yəni real olaraq gözlədiyin nəticə nə? Sonra o nəticəyə çatmaq üçün müəyyən araşdırmalar edərəm. Bu ancaq kitabda, dəftərdə yazılan bir şeylər deyillər. Mən real təcrübəsi olan insanla bunu danışmaq istəyərdim. Çünki kitablarda, nə bilim, video dərsliklərdə hər yerdə müəyyən məlumatlar yazılır, amma reallıqda təcrübə tam fərqli bir şeydir və real təcrübəsi olan insanla danışıb, onunla bu belə deyim, roadmap'ın formalaşdırmağa çalışardım və ondan müəyyən bir məsləhətlər alardım. Bunu elədikdən sonra böyük ehtimal bu roadmap'ın daxilinə həqiqətən də bitki zamanında götürsəm, yəni əgər sıfırdan başlasaydım, mənim məlumatım heç olmasaydı, mən mütləq ki, kursa gedərdim. Çünki kursun çox vacib dediyi bir şey var. Sizin sizə tədris edən müəllimin müəyyən bir real bazarda bir təcrübəsi var və o sizi həqiqətən də müəyyən suallarınızı çox qəşəng, çox düzgün yönləndirə bilər. Bunu eləyərdim, yenə də kursa yazılardım mən, çünki özüm də elə kursa yazılıb başlamışam bu sahəyə. Bundan sonra həmin o qarşıma qoyduğum hədəflərə çatmaq üçün nə lazımdırsa da həmin o proses zamanı o bir il ərzində CV-mi verərdim, müsahibələrə gedərdim, təcrübə toplayardım, təzədən həmin o müəyyən insanlarla məsləhətləşərdim ki, nəyə düzələm, nəyə araşdırmalıyam, nəyə öyrənməliyəm. Belə, yəni nəticəmə çatmaq üçün bu kimi bir plan qurardım və bu roadmap'lə də davam edərdim. Mikrofon bağlıymış. Bəs belə bir sual da verim. Litkoda nə qədər önəm vermək sizə yaxşıdır? Yəni, Litkoda önəm versinlərmi? Məsələn, mən açığı öz praktikumda mən biraz çox az istifadə etmişəm. Düzdür, Hackerrank-dan və yaxud da Geolibdən falan istifadə etmişəm, amma real layihələr yazmaq daha yaxşıdır. Yəni, real olmasa da özümüz hansısa bir layihəni götürüb özləri demo formasında yazmaqları yaxşı olar, yoxsa ancaq oturub Litcode işləməyə, hansına fokuslanmaq daha yaxşı? Ancaq yəni iki variantdan birini seçib ancaq birindən məşğul olmaq heç vaxt yaxşı praktika olmaz burada məncə. Amma mən bir junior developera məsləhət görərdim daha çox alqoritmlərin həll etməyinə, nəinki hansısa da copy-paste applicationları yazmağına. Real proyektlər, haradakı bir business logiklər falan bu heç, bu ayrıca bir təcrübədir, bu olmalıdır. Amma alqoritmlər həmişə sənin həyatının bir hissəsi olmalıdır məncə. Yəni, ona görə də bir developer daimi olaraq buna məşğul olmağı vacibdir. Yəni də sual var. Salam, CV-də experience olaraq nələri qeyd etməliyik? Experience olaraq, yəni mənim düşündüyüm sırf real olaraq işlədiyim layihələr ola bilər. Real hansı